xeyir olsun, əziz tamaşaçılar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və təşəbbüsü ilə Azad Azərbaycan Televiziyası və bu şəhərdənin birgə layihəsi olan Şən Gənc efirdədir. Necəsiz dostlar? Necəsiz? Bir enerjinizi hiss eləyək, bir gəncliyin bir enerjisini bir... Yaxşısınız, yaxşısınız. Möhtəşəmsiz. Bəli, gənclərin asudə vaxtlarının səmərəli istifadə olunması yolunda çıxdığımız Şən Gənc artıq ikinci mövsümündə finala doğru gedir. Bugün də Coşqun Rəhimovun komandalarını izləyəcəyik. Amma gəlin ondan öncə təqdimata ehtiyacı olmayan, amma təqdimatsız keçməyəcəyimiz sənətkarları təqdim edeyim sizə. Gözəl xanım, gözəl qəlbli xanım, ürəyi üzündədir, belə deyək. İfadələri ilə, rolları ilə, çıxışları ilə, insaniyyəti ilə çox sevirik onu. Respublikamızın əməkdar artisti Kübra xanım Əliyeva buradadır. Kəskin çıxışları, maraqlı fikirləri, Şən Gəncin dəyərli münsifı, bu şəhərdənin döyünən ürəyi, Azərbaycan Respublikasının əməkdar artisti Coşqun Rəhimov buradadır. Şən Gəncin ən şən münsifi, bu şəhərdənin döyünən ürəyidir. Hamımızın sevimlisi, Respublikanın əməkdar artisti Rafael İskəndərov buradadır. İnşallah gəlin Aysel xanımı ürəkdən almışdıq. Çox sağ olun. Coşqun müəllim, bugün Sumqayıt yoxsa Şirvan deyə bir yola çıxacağıq. Görək kim gedəcək, kim qalacaq. Ötən buraxılışımızda Rafael müəllimin komandalarını izləmişdik. Coşqun müəllim maraqlı çıxışları ilə seçilmişdi. Hətta Rafael müəllim dedi ki, gözdə sənin komandaların olanda əvəzini gör necə çıxıram. Pis komanda yox idi, yəni biz başlayandan uşaqlar, gənclər evi öz səyləri nəticəsindən öz səhnəciklərini, bizim tövsiyələrimizi qəbul edib, yəni bizə təqdim edirdilər. Mən inkişaf görürəm, mən irəliləyiş görürəm gənclərdə. Ona görə biz başlamamışdan öncə mən bütün komandalara uğurlar arzulayıram. Mənə elə gəlir ki, əgər bu yoldadırlarsa, səy göstərsinlər, mübarizə aparsınlar və heç vaxt usanmasınlar. Təşəkkür edirik. Siz yəqin ki bilirsiniz ki, bugün Rafael müəllim sizi danışmağa qoymayacaq. Ona görə əvvəldən çıxışınızı elədiniz ki... Çox danışan deyil olsa. Biri uduzmalıdır. Vəssalam, hamıya, bütün komandalara uğur olsun uşaqlar. Görün, mən sizi necə indi baltalayıram bu günləri. Görək də, görək nə olur. Hamıya uğur arzulayıram, bütün komandalara. Uğur arzulayıram, finala çox az qalıb. Daha da diqqətli olsunlar, daha da münsiflərin onlardan istədiyini nəzərə alsınlar. Amma nəzərə alsaq ki, artıq Rafael müəllimin finaldakı komandası bəllidir. Gəncə, Gənclər evi. Rafael İskəndərov Gəncə ilə finala gedir və bu bir növ yarışmamızın Şən Gəncin ikinci mövsümünün ən güclü komandalarından biridir. Sizin əlinizdə güclü bir silah var və bugün Coşqun müəllim sizin rəqibinizin, belə deyək, Coşqun müəllim komandalar arasında rəqibinizi təyin eləyəcəksiniz. Sizə bir söz deyim, bugün hər bir şey gözlənilməyən bir anda dəyişilə bilər. Mən açıq deyirəm, bu günləri Şirvan komandası oynayır. Yəni, Şirvan komandasının keçən dəvəki göstərdiyi səhnəci ilə onlar qaldılar, gəldilər, çıxdılar finala. Amma açığım deyim ki, məsələn, bu illər ərzində Şirvan komandası elə də seçilən, vurğulayan bir komandalardan olmayıb. İndi görək bu günləri onlar yenə də bizi təəccübləndirə biləcəklərmi, yoxsa yox? Kübra xanım, hazırsınız? Uğurlar arzulayıram hər iki komandaya. Sumqayıt Gənclər evini dəvət eləyək və baxaq görək nə inəyəcəklər.
Həyatım. Hə. Həyatım. Hə. Həyatım. Hay can həyatım. Söz danışıram axı. Hay can həyatım. Bilirsən axşam bizə kim gələcək? Kim gələcək? Kim gəlməlidir? Əziz anamla evdə qalmış bacı. İkisi bir yerdə. Yaxşıdır da, anam gəlir, bacım gəlir. Başqa kim gəlməlidir? Sənə bax xoşdur da, gəlib mənim beynimi xarab eləyəcəklər. Yavaş. Oy. De, adın çək, çomağı hazırla. Az, yavaş eşidəcəklər qapının ağzındadılar. İyi gəl qapını aç. İndi mən qapını açsam deyəcəklər gəlin. Hara baxırdı? Onlar hər şey söz taparlar. Get. Ay, xoş gəlmişsiniz, həmişə siz gələsiniz. Salam əleykum. Aleyküm salam. Hardasan az bayaqdan? Qapının qabağında heykələ döndüm. Nə yaxşı gəlmişsiniz, yenə bizi şad eləmişsiniz. Ay Allahım. Nə? Elə evə baxanda bilinir, bura ev deyil. Sabunçun bit bazarda elə bil. Ona görə heykələ döndüm da mən orada. Yox, Ayxan, yenə deyirsən ki, indi yığışdırırdım, mən də işdən gəlmişəm, nə baxmayın, çatdırmadım. Xoş gəlmişsiniz, buyurun. Çatdırmadım ya da. Biz də cavan olmuşuq da, biz də gəlin olmuşuq. Az bizim vaxtımızda evdə bir yandan evin işi, bir yandan uşaq, bir yandan qayın, bir yandan baldız, bir yandan qaynana. Axşam da rəhmətli kişi gəlirdi ki... Ay mama. Döldü. Elə ağlınız fikriniz ancaq elə şeylərdə olsun. İşdən gəlib da, deyirdi, kürəyim oxala, yorulmuşam. Yox, deyir, siz də belə şey. Gəl, keç yox. Elə edən sonlardan ha, buraya öydü öyle, töyləyə oxşayır. Vüsalə. Nə də az? Əzizim, sən hardan biləsən ki, evi necə yığışdırmaq lazımdır? Sən hardan biləsən ki, ərə necə baxmaq lazımdır? Axı, sən hardan biləsən ki, qaynananı necə... Nə deyirsən, ha? Əziz demək lazımdır. Sən əvvəl birinci ərə getməyi bacar, o da alan olsa sən o qaşlarından. Sonra danışarsın. Nə olub az mənim qaşlarıma? Çox üzr istəyirəm. Qaşlarma yox, qaşıma. Az, mən evlənəndə inşallah. Ərim evə gəlib öy görəcək, da töylə Sən görməyəcək. Qumral nə? Bəli, ana. Gəl yanıma. Az tez gəl əraya. Buyurun. Mən sana neçə dəfə demişəm, bu çöl pişiyini buraxma buraya. Və evi bütün bit-birə basır. Ay, ana, niyə elə deyirsən? Görürsən, nə gözəl, gül kimi tərtəmiz kişiydi. Deyirəm ki, hər şeyə söz tapsan ha. Az o gün sana deməmişdim, bu tünd pərdələri buradan çıxart. Niyə çıxmayıb? Ay, ana, evimizin stili belədir. Az nə stil? Evə gün işığı düşmür. Düşür, niyə düşmür ki? Dən belə pərdəni açacaqsan, düşəcək. Və sənin anan bilmirdim ki, əslində hardan biləsidir. Garajından gün orta dururdular. Tapıblar indi mənim oğlumu, bədbəxt oğlumu. Hər gün WhatsApp-da səhər yeməyi paylaşırlar. Bilmirdim ki, bu tünd pərdə evə kədər gətirir, qəm gətirir. Evə qəm gətirən pərdə deyir ki, sizsiz. Hay? Deyirəm onda, yəqin ki, sizin evin heç pərdəyə ehtiyacı olmaz ki. Nə olub az mənim evim? Nə olacaq ki, daha evimizin o boyda qəm mənbəyi var da. Pərdəyə nə ehtiyac? Ay Qumranə, biraz yavaşda nə olar, xahiş edirəm. Mama, sakit olaq da. Bir dənə get çay gətir, bizim ağzımız şirin olsun Az biraz. gözlə, az çayı. Bura gəl. Bura gəl. Bəli. Bu nə dans sərifsən bura? Bu əskini hardan tapırsan? Əskini olur, ay xala. Süfrə tutar. Az mən sana toy günü öz cehizimdən ayırıb bir qəşəng süfrə hədiyyə eləmişdim. Hanı o süfrə? Elə bil ki, xala, o süfrə belə çox qəşəngdir. Yəni belə işlətməyə qıyam Az nədir? mən qıllam ağzımın altında. Mən sana onu 15 il saxlayıb verməmişəm ki, gətirib sandığına soxasan. Bu ananın verdiyi əskəni gözümüzə soxursan amma. Yox. Gət onu sər bura, mən onda bir çay içib gözüm xoşallansın. Sərəri, niyə səbləşirsiniz? Dedim sadəcə ləkə olmasın da, baxma. Ay, nə eşitdin lan gəlin nədir? Deyir ki, bu süfrə bura layiq deyil. Elə deyir, tamam, elə deyir. Deyir ki, layiq deyil. Ana deyir ki, bəyənməyirəm o süfrəni. Görsən Rəşad, arvadım bəyəndir mən aldığım şeyləri. Deyir ki, xoşuma gəlmir. Sənin dilin bu qədər uzanır. Mən elə şey Çəki görüm, sənin dilin bu qədər uzanır. Bəyənmirsək mən verdiyimi. Ayna deyir ki, tüpürüb səni. Yaxşıdan qapını. Nə deyirəm, onu dediyin deyirəm. Qapının da tormuzun yoxdur sənin. Ay mama, vallahi mən heç elə söz deyərəm. Sadəcə demək istəyirəm ki, ziyan olmasın da, baxma indi istifadə edirik. Ziyan? Hə qızım,
Bu evdə mənə bir dənə ziyan var. O da sən, bir də sənin qırılmışların. Ay mama, süfrədir də. Nə olub? Niyə Kirə. belə edirsən? Kiri, sənin sözün keçəsi olsaydı bu evdə, bu ev belə olmazdı. Mən də gəlib belə görməzdim. Bütün kədər götürdü məni. Allah'ım, gələk yolda ayağım uzadım, sürüşüb yıxılardım, gələnməzdim bura. Buna bax. Oo. Ay Salih, qaz balonu gətir, Nakasakiyə bomba atdılar. Bu nə toz da? Bu nə toz bulududur? Ay xala, vallahi siz gəlməmişdən əvvəl təmizləmişdim. Ola bilsin ki, siz gələndə qapını açıq qoymusunuz. Bütün tozunuz, torpağınız dolub evə. Ay ma, bunu təmizlədik bu gündüzsə, demək bu heç bir aydan bir də təmizləmir buraları. Elə olar da. Salih, Nədir? həyatım, sən gədə otaqda neçə illərdir çürüyən cehizlərin dərdini çək. Az, mən özüm evlənmək istəmirəm. Gəncəm, hələ karyera quracam. Ay mənim 43 yaşında sütürmə aldızım. Ay mənim 43 yaşında. Mənim yaralı yerimə toxunmayın. Bir də ki, mən istəmirəm, mənim evimdə belə səs-küy olmamalıdır. Əziz xala, bura sizin eviniz deyil ki. Bura bizim evimizdir. Box. Bəşat. Eşidirsən arvadın nə deyir? Deyir, sənin evin tül, mənim evimdir. Ay mama, mən pulumu verib almışdım, ona görə elə deyir. Boy, düzdür bara baxasan, hə Rəşad. Ay, indi sən demək istəyirsən ki, Rəşat, mən bu evdə yadam, oğlum. Yox, ay ana, sən bizim başımızın tacısan. Ağ birçəyimizsən, böyüyümüzsən, əziz qonağımızsan. Boy! Qonaq. Mən qonaq oldum, eşitdinizmi? 9 ay bunu qarnında daşı. Sonra doğ. Gecələr yatmasın, başında dur, yuxundan kəs. Ac qalım, amma bunu doyuzdurum. Xəstə olsun, klizması. Ay xala. Ay xala. Gəl elin əyrimçəsinə görə mənə deyilən ki, sən qonaqsın. Belə olmaz, Amma mən icazə verməyəcəm buna. Nizam gətirəcəm bu evə. Ay ma, evində subay qızın qalarla bura nizamı niyə gətirsən? Az dənk sənin alovun otlanıb yaloylanırsan. Boy, norma. Az belə evlənəsiydin, dünən nəzakətin qədəsindən idin. Niyə getmədin? Yox deyib, geri qayıtdın. Az nə qarramın nəzakətin qədəsini, keçəcə şeydir, bax balacıda boyu var, çəkdə 50 kilo məndən artıqdır, beton qarışdıran maşınları oxşayır. Olsun da nə? İkinizin çəkisi bir yerdə bir liftin limitini verir. Ayıbdır. O gecə görüşdüm də onunla. Metro ilə apardı məni, Nərmanov da manatlıq dönər yedi, metro ilə də qaytardı. Zalimin balası cibində kırsalar oynayırdı, bütün pulunu mən vermişəm onun. Az nə istəyirsən, gəzdirib bana sən, şəhər gəzdirib. Aynen. Ama öz aramızda indi düz deyir də çirkin idi. Elə bir soy boy keçər versiyasına oxşayır. Keçəsən bir də eləmə. İpi verirsən onun əlinə, görürsənmi? Və sən nə istəyirsən, kimi axtarırsan sən? Nə istəyəcəm? Bir 90 boy olsun, pul olsun, maşın olsun, evi olsun, vəzifəsi olsun. Ar olsun, abr olsun, hayası olsun, adamın gərək gözü tox olsun. Ha, siqran, Ha, deyil, apaya get görüm. Sən özün ki, normal adamsan. Hə? Az biz görmüşük ki, gəlin səhər tezdən durar, bir evi süpürər, silər. Bir o əri xoşluqla işə göndərər, kərin üzü gülsün. Bir evin pəncərəsini açar, evə hava dəysin. Bizimki də durur səhər tezdən üzünə gözəllik maskası açır. Az sənin ananın genidir, buruşu bu. Zələsi deyil maskanın. Heç narahat olmayın. Mənim maşallah, üzüm də gözəldir, evim də tərtəmizdir. Yaman elə. Xaşviz öz evinizə getməsin. Vallahi sizdən gələndən sonra düz bir həftə oksigen balonu ilə gəzir evdə. Bir bütün dünyanın tozu bunların evində. Nə olmaz mənim evimə? Mənim evim hər səhər silinir də, süpürülür də. Tərtəmizdir. Mən əminəm ki, sizin eviniz hər səhər silinir də, süpürülür də. Baxma, indi sizin evdə belə sürüngənlər yaşır, hər gün silər də. Nə deyirsən, Qazma, nə deyirsən? Ay Qumranə, nə olar? Mama, başınıza dönüm. Qonşular gözləyir, eşidir hamısı bizi. Qoy bilsinlər. Qoy bütün qonşular eşitsinlər ki, bu evdə gəlin hökmranlıq eləyir. Qaynananı basıb burada üstələyir. Hökmranlıq eləmirəm. Sadəcə hər şeyin bir həddi var da, bir yeri var. Mən də sənə onu deyirəm də, amma gəlin. Sənin də öz yerin var. Sən mənim süpürgəmsən. Harada qoydum, orada da durmalısan. Əziz qaynana, mən sənin süpürgən deyiləm. Bura gəl. Yaxşı da. Mənim də yanım Rəşadın yanıdır. Sən elə yanın onun yanında olmağı bilinirdən ha. Yazıq ağam nə günə salifsən. 40 kilo ağırlıyıb, makaron yeməkdən makaronu dönüb.
Vüsalə. Nə də az. Yadıma sal. Hə. Sən ərə gedəndə, ərə necə yeməklər bişirmək lazımsa, o reseptin hamısını yazın bir-bir sənin üçün. Yaxşı az. Sən yemək bişirənsə, bu evin bütün teritoriyası, restoranlarının yeməyini yemişik. Adını da qoyub mən bişirmişəm. Az o yanında çaş təhsən olardın. Bütün nəslin düzülüb, cibindən gedir. Niyə elə deyirsiniz kayxola? Elədir da, özləkin, bəstirin dayı, başıma səs düşür. Mən bura başqa şeyə görə gəlmişdim. Ay mama, Fikrimi niyə də qatdınız. əsəbləşdin ki sən? Niyə əsəbləşməyim? Bizə ziyarət eləməyə gəlməmişdin ki? Ona gəlmişdim, əslində bir keçin oturma ayaq üstə dayanmayın. Zibillərini yığışdır. Beşə bir yuxu görmüşəm, bir qafıl yuxuma rəhmətli qaynanam girib. O da məni çox istəyirdi, indi istəməsin. Dedi, acısın, dur get oğlunun evinə, gəlinin qəlbi qırılıb. Get onun yanına dəyik. Mənim qəlbim qırılıb. Mən sizlə yaşamaqdan qəlbim çoxdan daşadarım. Hələm qırılmaz. Mən də dedim, dana, yuxuda dedim ki, bunun qəlbi niyə qırılsın? Özü yeyir, qardaşı yeyir, başçı yeyir, nəysə, dedi, get yanına. Mən də gəldim. Dedim, bəlkə nəyəsə köməyiniz olar, ehtiyac olar, mən eləyeyim. Bir işin də qulpundan mən tutum. Yəni, siz indi bizə aləm bir-birinə qatmağa yox, dava çıxartmağa yox, kömək eləməyə gəlmisiniz. Köməyə gəlmişəm. Gəlmişəm ki, səni görüm. Əslində qızım, qaynanayam mən. Sən məni başa düşməlisən. Biz də belə görmüşük, qaynana gəlinə sərt olar. Ona tərbiyə verər, məktəbdə qaynana. Gəlinin xabırını yoğurar və gəlini də ocağa çəkər. Mən çəkmişəm, indi sıra səndədir. Sən də mənə çəkəsən. İndi siz mənə çox istəyirsiniz, hə? Bəstəyirəm də. Ay anam, sözün açığı mən də sizi çox istəyirəm. Heç mən imkan verərəm ki, mən ola siz iş görəsiniz. Elə bir yerdə görər işi, anam ala kimi. Burada da bir yerdə olduq. Tək görəndə də yenə məni soxdu ortaya. Amma yox, düzəlirsən, xoşuma gəlir, düzəlirsən, adam olursan. Ay mama, 2 dəqiqə xoş söz deyəcəm. Şir otur yerinə. Siz biri oyundan intriqan pozlayır. Sən get bir çay gətir. Burada qəşəng bir çayımızı içək, söhbətimizi eləyək. Səndən ev söhbətini mən eləyəcəm. O yanında demirəm. Amma tarixdə mən sənə o ev söhbətini eləyəcəm. Yəni mənə də Oy pissumurlar. Bu mənim sənə verdiyim süfrə deyilmi? Hə, ana, o süfrədir. Dedim elə sandıqda qalınca, sizə ziyan olunca, elə ailəmin süfrəsindən, məclisində istifadə olunsun. Qızım, bax gözümə girirsən, bax xoşuma gəlməyə bax. Gəl qucaqlayacağam səni, qadan qalaram. Bu nədir? Biraz ye. Sən nə cündəsən? Sumqayıt Gənclər Evi. Buyurun. Qazan da sən. Arada qoşul bizə. Arpazam bu. İbrahim, Hücumda saxlama, heç olmasa. İbrahim yekə olan. Bu nə hərəkətdir, qardaşı? Qardaş, nə edirəm mən sizə? Telefonla yazacaqdın, evdə oturardın, gəlməzdin. Yığılmışıq da biz. Yaxşı fikir idi, amma indi qardaşım 2 gündür qızla tanışamışam da. Sən zabacaqsan. Qəşə. Kimdən? Abi dayan da, deyirəm 2 gündür tanışamışam. Deyirəm, yox, Heç olmasın. Alacağım görün. Hanı qız? Çəkin görmək istəyirəm. Yəqin ki də, daha deyirsən qızı. Göstər də dayı. Gözlə. Ne oldu? Deyirəm yaxşı qızdır, ciddi münasibət fikirləşməm. Allah xoşbəxt eləsin. Rusla qoy oyun kənara oynayaq, sonra şey eləyərsən. Hələ hələ. Qoy da kənara qoy. Sən bu qız harda qaldı? Göz başmasın siz işəli. Allah, qaqam Terminator. Bu nə bitdi la? Daya deyəcək hala.
Ha, yox, qızla görüşəcəm. Amma qurtdalama da, yekə oğlansan da. Olub ya. Hansı qızla görürsün? O vaxt şəkil göstərmişdim sizə ki, ondan. Deyirəm axır ki bu gözəl çəylə. Eləmədim. Mən nə deyirəm görüşürsən. Nə olar, xahiş edirəm, mən biabır eləməyin də. Nə olar, gedin qoy görüşüm qızım, ilk görüşümdür. Neçə kişisən ala, biz səni biabır eləyirik. Dostlarla və biz səni neçəliyik. Yekə oğlansan. Görməmiş qız görüb elə. İnciməyin də, yaxşı. Əlbəttə sən ala, belə şey olar. Amma padırqası olsa qardaşım səndən. Ala gəl də, gəl də. Deyəndə, bir şey lazım deyil, mənim. Görürsən bu qız harda qaldıq, mənim ürəyim partlayır. Gözəl göçək də qız deyib, bəlkə yolda başına nə seçsə gəlib eləyib. Bu vaxta kimi uca gəlib. Necəsən? Ay xanım, yoxum da sən Allah əl çəkin. Kim Yoxum gücüm da var nədir? burada? Nədir ay xanım, nə olub, nə istəyirsən? Tanımadın məni. Tanımadın? Əsgər yoldaşım Seyidov. Belə Seyidov olur. Mənəm də Günel. Günel, hansı Günel? Hansı Günel nədir? Yazışdığın bütün gecə ürəklər, alovlar. Günel? Günel. Hə. Günel. Hə, Günel. Yaxşı həyatım, yaxşı qulaq as. Gedək indi çay içək, kofe içək. Ürəyim nə istəyir? Ürəyim? Ürəyim sadəcə qaçmaq istəyir. Necə yəni qaçmaq? Nərmin Kərimbəyova qonağımızı Sumqayıt Gənclər Evindən gəlib, daha doğrusu qonaq olaraq bizə. Sizdən bir ifadə istəyirik. Nərmin Kərimbəyova oxuyur. Təşəkkür edirik Nərmin xanım, çox sağ olun. Uğurlar diləyirəm dostlarıma və hər kəsə, bütün iştirakçılara. Çox sağ olun. Müziklərimiz möhtəşəmdir. Möhtəşəm, həm insanlar kimi, həm peşəkarlar kimi. Yəni, bugün sizin burada olmağınızdan 2 qat, 3 qat, 10 qat enerji aldım. Çox təşəkkür ederim. Təşəkkür edirik, qarşılıqlıdır, bəli. Çox sağ olun. Çox sağ olun. Hə, nətərsiz? Görsəysən, nədənsə? Nətərsiz? Kübra xanım, sizdən başlayaq ki, sonra Rafael müəllimdən belə qəşəng davam eləyək. Təbrik edirəm. Pis deyildi. Pis deyildi. Pis deyildi. Ha, yaxşı deyildi yəni. Baldız süper idi. Süper. Gəlin də yaxşı idi. Bir əcənə Çin kimiydi, amma yaxşı idi. Pis deyildi. Gedər, hə. Kürəkən Rus demiş, kak всегда da qalır ortada, bilmə neynəsin. Amma anası bitkə xoşlayan kimi doğrudan da oğullar sevinir ki, ay Allah çox şükür. Sujet özü ailə məişət sujeti idi. Mən təbrik edirəm sizi. Mən uğurlar arzulayıram. Pis demirəm. Pis deyil. İndi komanda gələcək, ikincisine də baxandan sonra adam öz fikrini daha dəqiq deyəcək. Biz izlədiyimiz video sujetlə burada gördüyümüz səhnəcik ayrı-ayrı bir şeylər idi. Bağlayardılar bir-birinə, çox gözəl olardı. Səhnəcik ayrı idi, onun səhnəciyi ayrı idi. Nərmin xanım qonaq kimi dəvət olundu, o ayrı idi. Üç fərqli tapşırıq vermişik. Bir-birinə əlaqəsi yoxdur. Xeyr, deməmişlər, biz komanda olaraq 3 tapşırıq verdik. Bunu birləşdirməyə görsən nə asan bir variantı vardı. Sadəcə eləmədik. Amma səhnəciyin də sonluğu var. Coşqun mənim danışırım. Musiqi nömrənin də sujeti var. Yox, mən heç şey demirəm. Mən də pis Biləsən ki, sənin dediklərin heç biri keçərli deyil, xahiş edirəm. Aha, qollarınızı çirmələyirsiniz, Rafael müəllim. Bu, çox üzr istəyirəm. Sumqayıt həmişə seçilən komandalardan olub. Çox yaxşı oynadınız. Çox yaxşı oynadınız. Oyundan gedirsə söhbət, o situasiyanı bizə çatdırdınız. Hamınız çatdırdınız. Yəni, kim nə oynamalı idi, nə mesaj verməli idisə, hamısını çatdırdınız. Amma aması nədən ibarətdir ki, özünüz zaldan, tamaşaçıdan gələn gülüşü aldınızmı, o enerjini, yoxsa yox? Tam yox, amma 50-50. 50-50. Sadəcə olaraq burada da vəziyyət, Kübra xanım da bayaq dedi, mən də deyirəm, növbəti komandanın çıxışından sonra hər şey bəlli olunacaq. Hələ ki, əlasız. Yəni, təbrik edirəm sizi. Haqsız bir söz demədim. Yenə deyirəm, burada şərt o deyil, üzünüzü qıxdınız, makiyajı elədiniz. Mən, məsələn, burada lazım olan evin gördüm atmosferi, yəni
ki evi idi, paltarlar tökülü idi, nə bilim. Bunu da aldım. Qrimi də təsdiqləyən oyunu da aldım. Gənə deyirəm, oxundu. Yəni yazdığınız kitab oxundu. Belə deyək. Təbrik edirəm. Hələ ki təbrik edirəm. Mən bir dənə söz deyim. Hamıda geyim normaldır, bir dənə gəlində geyim. Heç xoşuma gəlmədi. Bayırdan gələnlər Damaşniklə gəldilər. Şap-şapı ilə. Hə. Amma ev sakinləri ayaqqabıda. Yəni bunu eləyirsinizsə, hər bir şey, bizim öz başımıza gələn bir şey olub, bunu da bizə irad tutulacaqsa, ona görə deyirəm, detalların böyük rolu olur. Hətta elə olur ki, aktyor danışmır, rekvizit danışır, detal danışır, kostyum danışır, grim danışır. Sağ ol Rafael, çox. Susaraq bütün onlar onun nə demək istədiyini deyir. Ona görə də xahiş edirəm detallara fikir ver. Uğur olsun. Sağ ol. Şirvan Gənclər Evi hazırlaşana qədər bir qonağımız var. Milli Konservatoriyanın tələbəsi Altun Süleymanov ifa üçün. Amir Cəfərov sanki belə hərəkətlərinizdə, ifa tərzinizdə dərs almısınızmı ondan? Hal-hazırda pedaqoqum Azərbaycan Milli Konservatoriyasında Talih Yahyayevdir. Onun sinifində dərs alıram. Opera və balet teatrının solisti. Təşəkkür ederim. Çox sağ olun. Çox sağ olun. Hə, biz davam eləyəcəyik. Deməli, tamaşaçılar arasında Gəncədən olan qonaqlarımızı yenə görürük. Gənclər Evi. Onlar şahidlik eləməyə gəliblər ki, görüm rəqibimiz kim olacaq, bugün kim gedəcək, kim onun marağındadılar. Yaxşı olacaq. Davam eləyək. Şirvan Gənclər Evini izləyəcəyik. Rafael müəllim, Kübra xanım, hazırsınızmı? Gəlin baxaq görək Şirvan Gənclər Evi nə göstərəcək. Kamran. Ay Kamran, gör nə tapmışam. Kamran, buna bax endirmə düşüb. Bunu mən üçün alaqda nə olar? Parisdən. 500 manat kartımı at da. Bir dəqiqə dayan da. Elə mənə gələndə yadıma düşür də sənin işlərin. Mənə gələndə yadıma düşür. Gözlə baxacaq. Nə olardı ki? Silirsən? Hə, sil. 500 manatdır da, nə olar? Kamran, at da kartıma. Qonaqlar nə vaxt gələcək? Özdə biz onları nə qədər gözləməliyik ki? Qızım qapı. Qapıya baxdır demək. Salam əleykum, salam əleykum. Xoş gördük. Salam əleykum. Salam əleykum. Xoş gördük. Nətərsən ay quda? Nətərsən keçdi az? Necəsən ay quda? Quda xeyir olsun. Xeyir olsun. Bax gördün mü? Öpümdə nə olur? Arada lazım. Salam əleykum. Salam əleykum. Salam əleykum. Valla gələndə baxdıq, maşallah, tütü göz dəyməz. Baxıram elə eviniz zadınız da yaxşıdır. Bu uşaqları da tapa bilmirdik valla. Tapa bilmirdik. Moraliza da var. Sakitçilik qurmuşu falan da yoxdur. Bunun sudurası var. Buna nə oldu? Ay Mətanət xanım, Allah sizi güldürsün. Bu 4 mərtəbə bina deyil, villadır. Bizim villamızdır. Nə danışır bu qonum qonşu? Bizə qismət. Bizə qismət. Hara nə vaxt bunların kimi danışdıq. Keç otur. Bunlar onsuz da təklif eləyəndir, keç. Necəsiz, nə var, nə yox? Sağ ol. Yaxşılıqdır. Siz necəsiz, nə var, nə yox? Yaxşı. Aquda, gör nə deyirəm, elə bir keçən dəfəki ev biraz bundan balaca idi, hay? Hə, obisi şeydir, biraz balacı idi, 2 mərtəbə idi. Bu isə 4 mərtəbəli villadır. Hə, 4 mərtəbəli villadır. Deyirəm də, bax, qutarın, muzey deyilə. Nəysə, mus deyincə, gəlin keçək bu Mustafaya. Biz gəlmişik ki, gör neçə dəfədir biz gəlib gedirik, bizim uşaqlar neçə ildir nişanlıdır. Biz gəlmişik ki, ümumi danışaq, görək, toyda kim olacaq, kim oxuyacaq, nə bilim, müğənnilər kim olacaq, ümumi də bu toy harda olacaq, bunu müzakirə eləyək. Özdə bizim də əlimizdə yaşlı nənəmiz var, olmaz elə olar belə. Azdır, yaş sən də öldürdün arvadı. Yaşlı deyəndə ki, 115 yaşı var, nə olub ki? Yaxşı da. Siz toya görə heç narahat olmayın. Mən bizəngimə bax, hər şey həll eləyəcəm. Az, bunlar həll eləyirsə, bu villa deməli səviyyəli bir şey olacaq, hə? Elə. Əslində belə baxanda çox da bərk xərcliyə ehtiyac yoxdur da, yəni ki... Nə danışırsan sən? Necə yəni yoxdur? Mənim oğlumun toyu yaxda dolmalıdır. Qurtardı, getdi. Özdəki bunun Aygünü var, Rüyası var, Namiqi var, Zamiqi var. Özdə mən istəyirəm ki, mənim oğlumun toyunu. Sıltuş çölsə mən nə yaparsın, Kim? O kreativ toy yaparıq, gəl görəsən. Siz nə danışırsınız? Bizim o qədər pulumuz var, onları çağırmağa. Oturun aşağı. 200-300 manat verəcəm, gələcək də, nə? Sıltuş sənin 200-300 manatına ancaq qalıstukunu göndərər. Nə danışır sənə? Onsuz da toyun
bütün pulunu başlıq pulundan almısınız bizdən. Nə qədər almışıq ki, 15.000 manat pul almışıq da sizdən. Az düz deyirdən 15 bini həmin gün aparıb ABD verəcəkdi, verdik bunlara. Orada kredit ödəmsən. 10 bini belimdədir elə. Gəlmişsən, mən eşit görünə deyirəm. Toyda çox pul xərcləmək lazımdır. Əsas pul yığmaqdır. Yeyib içməkdir, da gecə qabaqlarına yeyəcəklər. Yedilər. Adi bir dənə şadlıq sarayıdır. Şadlıq sarayıdır. Biz demədik biz yaxtada toy istəyirik şadlıq sarayı. Siz narahat olmayın. Siz bu arada bir ağları dediniz ki, bu siltuş körşəmənli olsun. Nə gərək var siltuşa? Bizdə bu yaxşı, biraz uzaq qohumdur, amma kimdir çox... o, kimdir? Baxın, mən onu bilmirəm. Mən bilməsəm deyə bilmərəm. Çox yaxşıdır. Kamran, sən keçən səfər videoda çəkmişdin, göstər. Çox gözəl məclis aparır. Baxın, görüm nədir o. Çox gözəl məclis aparır. Allah xoşbəxt eləsin, Allah xoşbəxt eləsin. Xoş gəlmisiniz hər-biriniz, xoş gördük bu gözəl məclisdə. Allah bəylə gəlinizi də xoşbəxt eləsin, qoşa qarsınlar, oğullu qızlı olsunlar. Elə bayaqdan baxıram, gözüm sataşır onlara. Necə gözəl yaraşırlar bir-birlərinə, bəh, maşallah, maşallah. Elə bir söz var atalarımızdan deyir, eşşək yanqırar, tayını tapar. Elə yaxşı tapışıblar olar da. Allah xoşbəxt eləsin onları, mehribandılar necə. Elə eşşək demişkən, gəlin istəyirəm bəyimizin bibisini dəvət eləyək səhnəyə. Nətər abi? Ola gəlsin bir ürək sözlərini desin. Buyur. Bibi gəlsin səsin, əzli sənət bir kəsin. Otur qardaşım, odasın sənət, qulluq eyləsin. Birincisi, xoş gəlmisiniz. Gələn ayaqlarınız var olsun. Vallah, mən nə deyə bilərəm ki? Allah cəynən bərnimizi xoşbəxt eləsin. Yarayanlardan olsunlar. Ağzıma girmə. Necə çaşdırdı məni? Allah şadlıqlarda birləşdirsin həmişə bizə. Mən nə deyə bilərəm ki? Allah xoşbəxt eləsin. Ay baba, bir dəqiqə salacam səni təpliğimin altına. Hə, onu demək istəyirdim ki, bu da məni çaşdırdı. Allah cəynən bərnimizi təbrik eləsin. Sağ olun, salamat qalın. Bayaq bunu, bu nədir? Ay, dərs kimidir? Bunun orqaskası kimdir? Ay canım cigərim mətanət. Ay Fariz Quda, siz niyə belə deyirsiniz də? Çox gözəldir, qiyməti də münasibdir. Mən həyatımda belə tamada görməmişəm. Yaxşı oldu bu. İndi siz bu tamadanı belə elədiniz. Mətanət xanım, bu arada nəsə gözüm dəydi, göydən daş yağacaq, əli dolu gəlmişsiniz bizim evə. Nahaqda 4 dəfə gəlmişik, siz verməmişsiniz ona. Nəyi verməmişik ki? Nə verməmişik? Dayan görüm burada. Açar var. Sizdən bizə çay verən olmaz. Siz ona az pişirəm bunu. Bax, özüm pişiribsəm, bax. Ye, gözünə su ver. Hamısı içindən belə çəklər çıxır. Çay gətirmişsiniz bizim evə. Hə, siz də etmirsiniz axı. Bizə vermirsiniz, özünüz də etmirsiniz. Bunlar gətirə bilərsə, nəsə iş zəhərizat olar birdən. Nə bilim, bir yandır, nə bir görək. 4 dəfə gəlmişik, çay yoxdur. Nəysə. İndi çay istəyin ki, biz bilək siz Bir çay dəqiqə deyək, istəyirsiniz də. bir çaydan qabaq. İndi siz bu tamadanı belə elədiniz. Mən deyirəm ki, Allah bizi o rəqsdən zaddan saxlasın. Manısdan saxlasın. Rəqs? Mən, rəqs. Mən istəyirəm mənim oğlumun toyunda belə xarici normal rəqslər olsun. İsti-istidə ki, Ay Quda, neyirsən, ey xarici rəqsləri? Qışqırma. Mən keçən səfər bir dənə məclisə getmişdim, Padruqamın məclisidir. Yenə həmin məclisdəndir? Yox, bu biraz daha fərqlidir. Qəşəng cavanlar bir dənə rəqs qrupu hazırlayıb, çox gözəl gəlirlər, rəqs eləyirlər. Video çəkmişini göstər bir dənə. Rəqs qrupu deyirsiniz, o da bu deyib izləyir. Gözə mən də gəlirəm baxmağa. Sən biznes qrupsan, hə, mən. Səndə hər şey var, maşallah, baxıram. Nədir bu? Bu nədir? Bunlar nəfəs alanmır ki. Bu bizim nənə kimidir bunlarda? Niyə ki elə deyirmin də, yaxşıdırlar. Nə edirsən? Allah'a baksın. Bunlar gələcək. Mən hara düşmüşəm, ha. Hər şeydə düzü qoşmusunuz, bu nədir? Biz dostuz, səhsəyə baxsın. Mən həyatımda... olmaz. Nəysə, yaxşı, bunlardan sonra cəmaatın qarnını doydurmaq lazımdır. Bəs bizim poverimiz kim olacaq? Amma deyim ki, mən ən azı Nüsrəti gözləyirəm.
Ən azı Nüsrəti sizdən mən Nüsrəti gözləyirəm 4 mərtəbə falan olmalıdır. Variantı yoxdur. Nüsrəti neyinirsiniz? Mənim bir də tanışım var. Çox gözəl yeməklər bişirir də, çox gözəl yeməklər bişirir. Mən ona yazmışdım ki, gəlsin. Gəlsin. Buradadır. Hə, gedim bir də qapını açım gəlirəm. Gəlsin görək kimdir, gəlsin. Kişi çayı çək. Siz də etsin elə. Salam aleyküm, başın. Hoş gəldiniz. Duş olsun. Nətərsən qado? Salam aleyküm. Ayəm sən nətərsən? Sağ ol. Sən başıva dönərəmi? Bunu qabaqcıdan düşünmədin sən ay qardaş başın. O xəbəri dünəndən gəlir. Salam aleyküm. Sən deyəsən artım var səndə. Adam durar ayağa. Qalmışam ha. Allah yetdi. Deyirəm artım var. Bunu gətirmişəm. 30 dənənin içindən bunu sifariş veriblər 1 manat 50 qəpiklik. Bəs kebab lazım deyil. Bunun elə bil üstü kebab oxşayır, içi dönərdi. Elə şey olar. Olanda olur da, mama qurban başın. Mən görməmsən elə. Çox tatlıdır. Bir dənə gedizdir baxsın. Quduya gedizdir dadına baxsın. Quduya gedizdir dadına baxsın. Yellə geçsin bunu. Yelləyirsən bir dişdin vur özü gedəcək. Başın nədir? Ay bədbəxt, sən hardan biləsən? O fenomendir. Canım bu. Başla. Başıva. Ay xanım, sən Allah üzrü, sən sizə çatmadı. Mama qurban, gələn səfər gətirəcəm sənin üçün. Yaxşı. Başıva. Mən deməli gedirəm. Siz tarazon sifariş edin. Tarazon elə bil ki, ondan sonra məni, yəni tarazon bizi yəni ki, yönlü eləyən ondan sonra məni. Bunlar tarazlayacaqlar. Bunlar səni tarazlayacaqlar. Yox, tarazlaya bilmir. Narahat olma. Çox sağ ol, çox sağ ol. Öpəyirəm bacı qurban, gələn səfər. Sən bizi gedin qapını bağlayın. Məni ara çağırırsan sən Allah. Bu nə doğru? Biz ara gəlmişik. Belə şey mi olar, hə? Gördün, yavaş da dəymə mənə. Nəysə, biz 10-cu dəfədir gəlib gedirik bu qapıya. Hə, uzatmayaq. Bir dəqiqə. Asbacımdır da. Alo. Nə deyir? Ha. Heç də bu toyun yola verim. Ha, dan. Nə? Nə olub? Nə vaxtdasın? Nə olub axı? Kim dedi az olub? Nə olub? Nə olub nə? Nə vaxtdasın? Nə olub dana? Kimə nə olub? Denə görüm. Nə olub şahlis olub dedim şahlis. Nənəm rəhmətə gedim. 115 yaş olma. Nənəm rəhmətə gedim. Hemşirim bu şahlis. Ay Allah. Ay Allah. Az nənəm rəhmətə gedim. Nəysə, mən belə bir təklifim var. İndi xeyirlə şərdə qardaş kimi də bəlkə elə toyda orada yola verək geçsin. Nə deyirəm? Otur gel bax. Ay yox, bizlə tanışdıqda yaxşı bir dənə molla var. Gözlə onu göstərim sənə. Telefona da biz ara gəlmişik ya. Bir də buna bax gör. Nədir? Ay quda, bir də buna bax gör nə yaxşı molladır mən. Hə, molla nədir? Ucuz qiymətə, ucuz qiymətə. Şirvan Gənclər Evinin səhnəciyini izlədik. Uşaqlar, mən sizin bugün bu səhnədə cəsarətinizi alqışlayıram. Əziyyət çəkiblər, hazırlayıblar. Mövzu bomba idi. Yəni bugünkü gündə əlbəttə ki, oğlanın atası istəyir ki, müğənnilərimiz, yüksəkdə olan müğənnilərimiz iştirak eləsin. Qızın anası da ki, 500 manatdan nəsə alacaq, amma qızına qıymır, dönərlə toy keçirmək istəyir. Mövzu bu idi, amma oynamağınızdan heç bir şikayətim yoxdur. Zəif ya güclü olduğunu axırda deyəcəm. Sonra tək-tək deyim sizin üçün. Qızın atası biraz bərkdən danışmaq lazımdır. Səsin az zəif gəlirdi. Sonra kim vardı? Kim haqqında deyim? Başşuva. Elə bir illərin aktyorudur, nə gözəl. Başşuva gəldi, inanırsınız burada bir dənə partlayış elədi. İçimizdən bir qahqaha çəkdik. Vallahi elə bir... Çox rahat, çox sərbəst. Çox rahat, halal olsun. İnanın böyük bir iş görmüsünüz. Yaxşı yoldasınız. Çox yaxşı yoldasınız.
Allah yolunuzu açıq eləsin. Təşəkkür edirik Kübra xanım, çox sağ olun. Rafael müəllim. Ata doğrudan da çox zəif danışırdı. Nə gördüm rəqqaslar? Eşidilmirdi səsiniz. Səhnəciyi sanki elə oynayırdınız ki, tez deyib canınızı qutarıb çıxıb gedəsiniz. Bir-birinizə qulaq asmırdınız. Eşitmirdiniz bir-birinizi. Tərəf müqabil bir-birini eşitməlidir. Yaxşı oynayan da vardı aranızda, pis oynayan da var idi. Rəqsiniz qızlar biraz çiğ idi. Siz səhnəcikdən sonraki rəqs deyil ki, biz buna qiymət verək ya verməyək, buna qiymət verməliyik. Çünki o rəqs səhnəciyin içində idi, bir epizodu idi səhnəciyin və o rəqsiniz o altdan tutub belə keçirmək, onu belə 2 saata fikir zülüm çəkdiniz onu eləyəndə. Bibi yaxşı oynadı, o çaşmaqları görürsünüz, o da çaşırdı da, amma obrazın çaşmağını bizə dəqiqliyi ilə çatdırdı. Səhv eləmirəmsə, hansısa bir TikTokdan da söz götürülmüşdür. Aktyor oyunları, yəni yenə deyirəm, zəif olan da var, güclü olan da var idi. İndi fikrimizi sona saxlayırıq da. Sona saxlayırıq. Təşəkkür edirik. Dostlar, çox sağ olun. Bəli, davam edirik. Səs verməyə keçməzdən öncə Ağstafadan gələn qonaqlarımız var. Ağstafa Gənclər Evinin səhnəciyini gələn həftə izləyəcəyik. Amma ifalarını bugün. Buyurun dostlar. Təşəkkür edirik Ağstafa Gənclər Evinin nümayəndələri. Gələn həftə görüşəcəyik sizin səhnəciklərinizlə. Çox sağ olun Şahmat. Təşəkkür edirik. Çox sağ olun. Performans göstərin orada bir özünüz ürəyinizdən keçən. Canlı. Həmişə öyrənmək istəmişəm, alınmayıb heç var. Rafael müəllim, gəlin də. Bacamla da o çətin bir şey. Neynəsi Rafael müəllim? Mən şaşıb qalıram ki, Rafael deyir ki, mən bunu bacarmıram, ola bilməz. Demək budur. Sağ Rafael. Bacarmıram. Gel, yaxşılar belə. Bu budur. Ha, mən deyəcəm ha. Ha? Değişmə, haya var. Neyse, öyle. Gəldik əsas məsələyə, səs vermə məqamıdır. Coşqun müəllim, əvvəldə çıxışınızı eləmişdiniz. İndi seçimi səssizcə izləmək qalır sizə. Çünki Kübra xanım və Rafael müəllim bərabər bir qərara gələrdiniz. Onu yazıb zəhmət olmasa sizə bir əziyyət mənə təqdim eləyərsiniz. Təbii ki, izahlarınızı, fikirlərinizi eşidəcəyik. Amma siz qərar verənə qədər biz təşəkkür edirik. Sumqayıt Gənclər Evi ötən mövsümdən bugünə qədər yorulmadan çalışdığınız üçün dostlar çox sağ olun. Bugün bilmirik kim gedəcək, kim qalacaq. Həqiqətən çox əziyyət çəkmişsiniz. 2 mövsümdür ki bizimləsiz. İnşallah ki bu il görək finalda keçəcəksinizmi, keçəcəksinizsə nə olacaq? Təşəkkür edirik sizə. Şirvan Gənclər Evi finala yaxın o qədər güclə, əzimlə çalışmağa başladınız, təslim olmadınız. Çünki anladınız ki, fərqinə vardınız ki, artıq finala az qalıb. Baxmayaraq ki, rəqibləriniz güclü komandalardır. Amma siz həvəsdən düşmədiniz. Əziyyətlə, zəhmətlə gəlib bu günlərə çatdınız. Dostlar, çox sağ olun hər birinizə. Təşəkkür edirik. Ən azından gənclər olaraq asudə vaxtınızı gözəl şəkildə keçirdiyiniz üçün sizə təşəkkür edirik. Şən Gəncdəki məsuliyyətli çıxışlarınıza görə təşəkkür edirik. Hazırsınızsa gəlim götürüm. Yazmısınız? Yazdıq, çünki danışa bilmədik hər Kübra xanım üçün çox çətin oldu.
belə qərara gəldiniz. Sizin işinizi çətinləşdirən bugün Şirvan Gənclər Evinin bir daha çox ürəklə və zəhmətlə çalışmaları oldu. Yenə deyirəm, mənim başımı uca elədiniz. Təşəkkür edirəm hər iki komandaya. Kim getsə də mərdiməndanə getsin. Hazırsınız? Bugün Coşqun Rəhimovun iki komandasını izlədik. Şirvan və Sumqayıt. Hər ikisi çox gözəl çıxışlar etdilər və dəyərli münsiflərimiz Rafael İskəndərov və Kübra Əliyeva qərara gəldilər ki, o komandanı yarışmadan uzaqlaşdırsınlar. Finalda Coşqun Rəhimov və Sumqayıtla davam etsin və iştirak etsin. Şirvan Gənclər Evi, təəssüflər olsun ki, yarışmadan Sumqayıtın alqışı buydu. Uzaqlaşdırıldınız, amma xahiş edirəm alqışlayaq. Çünki o əzmi, o əziyyəti alqışlamaq lazımdır. Dostlar, çox sağ olun. Doğrudan da başı uca gedirsiniz. Möhtəşəm şəkildə gedirsiniz. Sumqayıt Gənclər Evi, finaldasınız. Sizi təbrik edirik. Coşqun Rəhimov, Coşqun müəllim, Sumqayıtla finala gedirsiniz. Sevinirsiniz? Əlbəttə ki, Sumqayıt bayaq qeyd elədiyiniz kimi, keçən sezonda da finala qədər gəlmişdi. Finalda da iştirak elədi. Hətta qaliblərin biri oldu, bir komanda oldu. Yəni bu uşaqlar bişmiş, bacarıqlı uşaqlardır. Mən Sumqayıtı təbrik edirəm. Mən Şirvanı da təbrik edirəm uşaqlar. Sizi alqışlayıram. Təşəkkür edirik. Rafael müəllim, Kübra xanım, çox sağ olun. Finalın iki iştirakçısı məlumdur. Gəncə və Sumqayıt artıq finaldadır. Görək, üçüncü komanda kim olacaq? Gələn həftə Kübra xanımın komandalarını izləyəcək. Bugünlük bu qədər. Çalışın, şən olun, gənc qalın. Hələlik.